klinikaya pasiyent kimi yox, Baku TV-nin əməkdaşı kimi daxil olduq. Məlumat verin ki, Baku TV-nin əməkdaşları gəlib. Rəhbərliyə məlumat verilən kimi bizi qarşılayan və özünü təqdim etmədən otağına dəvət edən əməkdaş şikayətin həqiqəti əks etdirmədiyini və Nihad Aslanovun klinikada çalışmadığını dedi. Nihad bəy Neft və Sənaye Universitetini bitirib, tibbi təhsili yoxdur. Nihad bəy 4-5 ay bundan qabaq bizdən işdən aralanmışdı. Aha. Nihad bəy adlı bizim bu dəqiqə işçimiz yoxdur. Yoxdur hazırda Nihad Aslanov. Bir adam yoxdur bacım. Axı biz az öncə onun qəbulundaydıq. Kimin qəbulu? Nihad Aslanov. Nədir Nihad Aslanov? Yuxarıda 4-cü mərtəbə 403-cü otaq. Mən öyrənib sizə deyərəm. Görüntülər var, istəyirsiniz sizə göstərim. Buyurun, buyurun. Təbii ki. Baxın, zəhmət olmasın. Bu Nihad bəydir. Pasiyent də bizim əməkdaşımızdır. Prosedur icra edirdi. Bəli. Və mən danışıb gəlmişəm. Adam xəstə qəbul eləyir. Bir dəqiqə mən bunu aydınlaşdıram görüm kimdir bu. Həkim olmayan bir şəxs necə xəstə qəbul eləyə bilər? İnsan sağlamlığı hər şeydən önəmlidir. İnsan sağlamlığını riskə atırsınız.